Satıldı qardaşım. Mərdəkanda olan 340 minlik evi bugün satdım. Bu məsələ bu deyil. Məsələ bilirsən nədir? Bugün ən azı bir 7-8 müştəri gəlib Nicat bugün. Rahat bir 8 müştəri ilə bugün biz Escrop komandası qarşılamışıq və yola salmışıq. Ən maraqlı tərəf bilirsən nədir? Bir xanım müştərimiz var idi. Deməli, bibi 3 evə bu gün baxdı, 3'ü də satıldı. Bayaq zəng eləmişəm, axırıncı baxdığı ev biri budur, biri başqa bir yerdədir. Digərsi də biz satmamışıq, yalan danışmıyoraq. Goradildə bizim təqdimat olub, biz satmamışıq, başqa vasitəçi satıb. Ən axırıncı da onu göndərdiyi baxdı. Axşam saat 7-yə kimi dedim, bibi, hə, yoxdur, oranın real müştərisi var. Bibidən xəbər çıxmadı, ev də satıldı. O da satıldı, bu da satıldı. İndi bibi deyər ki, Elnur 3 dənə ev mənə bugün göstərdin, 3'ü də satıldı. Amma mən sizə deyim ki, mən bugünkü gün evləri təcili, bazar qiymətindən aşağı qiymətə çıxardıb təklif edirəmsə, vaxtında dəyərləndirmək lazımdır. Eynən bu və digər evləri kimi Allah hamının xeyrin versin, xeyirli olsun.